İkinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. Şəhidlik ali ad rütbədir. Bu sözləri əməkdar artist Gülüstan Əliyeva qadın lüğəti layihəsində deyib. O, ikinci dəfə ailə qurmamasını belə cavablayıb. Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım, başqa səbəblər olardı. Onun acığına başqa addımlar atardım. Axı o, təsadüfi bir ölümlə məndən ayrılmayıb. O, vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Düzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimsə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keşməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım. Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov şəhid olub. Onun bu nigahdan bir oğul övladı var.